İqtisadi Zonada hörmətli tamaşaçılar, daşınmaz əmlaka çıxarış alınması son illərin ən aktual mövzularından biridir. Bura həm fərdi yaşayış evləri, həm binalardakı mənzillər, eləcə də torpaqlar və digər obyektlər də daxildir. Dövlət başçısının imzaladığı bir neçə fərmanla daşınmaz əmlakın sənədləşdirilməsi prosesi sürətləndirilib. Hazırda bu sahədə vəziyyət necədir? Sənədsiz əmlakların sahibləri hansı addımları atmalıdırlar? Alqı-satqı zamanı nəyə diqqət edilməlidir? Suallarımızı əmlak məsələləri Dövlət Xidməti yanında daşınmaz əmlakın dövlət kadastrı və reyestri publik hüquqi şəxsin sədr müavini Elşad Məmmədova ünvanlayacaq. Axşamınız xeyirli olsun. Elşad müəllim, xoş gəlmisiniz. Axşamınız xeyir, xoş gəlmisiniz. Elşad müəllim, qeyd etdiyimiz kimi çox mənzilli yaşayış binalarında yerləşən, mənzillərin bir çoxuna çıxarış verilsə də, çıxarışla o mənzillər təmin olunsa da, bəzilərində hələ də sənədləşmə işlərində problemlər qalır. Bu cür mənzillərin sənədləşdirilməsi prosesi ümumiyyətlə necə həyata keçirilir və bu sahədə bugün mövcud vəziyyət nədən ibarətdir? Deməli, çoxmənzilli yaşayış binası inşa edildikdən sonra binanın istismara yararlılığı müəyyən olmalıdır. Yəni, bina istismara tam yararlı vəziyyətə gətirilməlidir və müvafiq qaydada icra hakimiyyəti orqanından binanın istismara icazə sənədi təmin olunmalıdır. Yalnız bu icazə sənədindən sonra bina inşa edən deməli, şirkət və ya mənzil tikinti kooperativi tərəfindən daşınmaz əmlakın dövlət qeydiyyatını aparan orqana bu sənədlər təqdim olunur və bundan sonra vətəndaşların sənədləşməsi təmin edilir. Bu sahədə yaranan problemlərlə bağlı bilirsiniz, 2018-ci ildə Cənab Prezidentin 529 nömrəli fərmanı çıxarılmışdı və bu fərman çərçivəsində Bakıda və ölkəmizin digər rayon və şəhərlərində bu vəziyyətdə olan, ya istismara icazə sənədi ala bilməmiş çoxlu sayda binalar sənədləşdirildi və 55 mindən artıq mənzil artıq çıxarışla təmin edildi. Amma bu proses təbii ki, davam edir. Fərmanın icrası başa çatsa da hal-hazırda yeni binalar tikilir və bu binaların sənədləşdirilməsi davam edir. Bununla bağlı vətəndaşlarımız xüsusilə diqqət etməlidirlər ki, əgər mənzil aldıqları qurum bir mənzil tikinti kooperativi deyilsə, yəni bir şirkət və ya bir fiziki şəxs tərəfindən inşa olunursa, mütləq alqı-satqıları notarial qaydada təsdiqli almalıdırlar və binanın inşaatı tam başa çatdırıldıqdan sonra və mənzil tikinti kooperativlərində isə deməli, kooperativin üzvlüyünə qəbula dair protokoldan çıxarış və üzvlüyə dair bütün öhdəliklər yerinə yetirildikdən sonra maliyyə borcunun olmadığına dair arayışla qeydiyyat orqanına müraciət edə bilərlər. Və istismarına icazə verilən obyektlərə çıxarışların verilməsi istiqamətində də bugün işlər davam etdirilir və bilmək istəyirdik ki, bu sayədə proses necədir? Ümumiyyətlə, qeyri-yaşayış obyektinə çıxarış almaq istəyən vətəndaş nəyi bilməlidir, hara necə müraciət etməlidir? Qeyri-yaşayış binalarının inşasından sonra çıxarış alınması üçün əlbəttə buna dair 4 sənəd tələb olunur. Birincisi, torpağın mülkiyyətdə, icarədə və istifadədə olmasına dair sənəd, Reyestr haqqında qanunun 8-ci maddəsinə uyğun olaraq, eləcə də qeyri-yaşayış binasının tikintisinə icazəyə dair sənəd, layihənin memarlıq planlaşdırma bölməsi və istismara icazəyə dair sənəd. Və bir çox hallarda insanlar bilərək, bilməyərək, müxtəlif bu 4 sənədin hər hansı birini əldə etmədən tikintiyə başladıqları, hətta tikintini başa çatdıraraq artıq bu binaları istifadə etdiyi hallar mövcud idi və bununla bağlı olaraq Azərbaycan Respublikası Prezidentinin 2181 nömrəli bəzi qeyri-yaşayış binalarının istismara icazəsinin sadələşdirilməsini nəzərdə tutan fərman imzalandı və çox sevindirici bu haldır ki, fərman çox uğurla icrası davam etdirilir. Bu günə qədər, yəni təxminən il yarım fərmanın icra müddəti başlayıb, 15888 artıq müraciət daxil olub və bunların artıq deməli 3070 ədədi istismara icazə sənədi, 2655 ədədi isə artıq dövlət reyestrindən çıxarışla təmin olunublar. Yəni burada artıq tikinti icazəsi olmadan, hətta torpaq sənədi olmadan, tamamilə heç bir şəhərsalma və tikinti qaydalarına riayət edilmədən inşa edilməyə başlanmış binaları belə həmin fərman çərçivəsində müraciət edərək sənədləşdirilməsi mümkündür. Yəni bu dövlət tərəfindən verilmiş
çox önəmli bir fürsətdir. Yəni artıq leqal olaraq qanuni uyğun vəziyyətə gətirilməsi üçün çox önəmli bir imkandır və 2024-cü ilin axırında fərmanın icra müddəti 1 il uzadılaraq 2026-cı ilin sonuna qədər uzadıldı və mən bütün sahibkarlara, fiziki hüquqi şəxslərə səslənmək istəyərdim. Mütləq bu fərmanın yaratdığı imkanlardan istifadə etsinlər və hansı sənədlərin olmaması, çatışmaması çox önəmli deyil. Mütləq müraciət edərək çatışmazlıqları proses boyunca həmin dövlət orqanlarının dəstəyi ilə aradan qaldıra bilərlər. Məsələn, tutaq ki, sizin binanızda yanğın təhlükəsizliyi ilə bağlı hansısa bir çatışmazlıq varsa, müraciət əsnasında bu çatışmazlığı izah olunduğu təqdirdə aradan qaldırdığınız zaman müraciətiniz qaldığınız yerdən davam edir. Çox təəssüflər olsun ki, hələ də bəzən torpaq sahəsi alan vətəndaş dələduzların qurbanı olur. Məsəl üçün, torpaq sahəsi alınır və sonra da məlum olur ki, eyni torpaq sahəsi bir neçə vətəndaş satılıb. Belə halla üzləşməmək üçün vətəndaş nəyə diqqət etməli xüsusi olaraq? Bəli, bu torpaq sahəsinin xüsusilə deməli, ünvanı ilə müəyyənləşdirmək mümkün olmadığı üçün bəzi hallarda vətəndaşlar xüsusilə kənd təsərrüfatı təyinatlı torpaqlar, sənaye nəqliyyat dairəsi, yəni şəhər yerlərindən, yaşayış məntəqələri mərkəzlərinə uzaqda olan torpaqları bəzən vətəndaşlar aydınlaşdırmaqda çətinlik çəkirlər. Bunun çox sadə bir yolu mütləq dövlət reyestrinə çıxarışı və plan ölçü sənədi olan torpaq sahələrini satın alsınlar notarial əqd vasitəsilə. Başqa cür bu torpaqlar, yəni etibarnamə ilə, ilkin sənədlərlə və s. ilə bu sənədləri mütləq gələcəkdə bir problemlə üzləşmə ehtimalı yüksəkdir. Amma dövlət reyestrindən çıxarış və plan ölçü sənədi olan və notarial əqd vasitəsilə əldə edilən heç bir torpaqda vətəndaşlar problemlə üzləşmirlər. Bir mənalı olaraq həmin torpaq sahəsini qısa müddət ərzində, 13 gün ərzində öz çıxarışlarını əldə edirlər. Daşınmaz əmlakın alqı-satqısı üçün vətəndaş hansı orqanlara müraciət etməli? Bu proses haqqında məlumat verilməyinizi istəyirik və proses ümumilikdə nə qədər vaxt alır, nə qədər ödəniş tələb eləyir? Bəli. Azərbaycan Respublikasında daşınmaz əmlakın özgənlikləşdirilməsi ilə bağlı bilirsiniz, son illərdə çoxlu sayda islahatlar həyata keçirildi. Bizdə hal-hazırda bu bir günə sadəcə bir orqana, yəni bir pəncərə prinsipi əsasında notariusa müraciət edərək bunu əldə edə bilərsiniz. Notarius daxili qaydada özü dövlət orqanlarının məlumat bazasına, yəni daşınmaz əmlakı dövlət reyestrinin məlumat bazasına qoşularaq onun üzərindəki hər hansı həbs, girov məhdudiyyəti olub olmadığını, hüquq sahibini və s. araşdırır və əqdi bağlayır və eyni zamanda həmin əqd dövlət reyestrində qeydiyyat çıxarış alınması üçün dövlət reyestrinə göndərilir və vətəndaşın elektron kabinetinə və mobil telefonda SMS vasitəsilə həmin çıxarış göndərilir. Dolayısıyla yalnız bir orqana gedilməsi və bir iş gününə əməliyyatın yekunlaşdırılması mümkündür və tələb olunan dövlət rüsumu və xidmət haqqının miqdarı ilə bağlı da bu əmlakın növündən, sahəsindən və s. dəyişə bilər. Yəni bunu aydınlaşdırmaq üçün də Əmlak Məsələləri Dövlət Xidmətinin internet səhifəsinə girərək, orada əmlak kalkulyatorundan istifadə edərək öz daşınmaz əmlakını satmaq üçün və ya almaq üçün hansı rüsumlar və hansı xidmət haqları ilə ödəməli olduğunu aydın olaraq müəyyənləşdirə bilər. Və son olaraq İrşad müəllim, bilmək istəyirik, ölkə başçısının 2021-ci ildə fərmanı olmuşdu pay torpaqlarının sənədləşdirilməsi ilə bağlı. Bugün olan nəticələr nədən ibarətdir və hələ də pay torpaq sahibi olan, amma çıxarışı olmayan, sənədləri qaydasında olmayan vətəndaşlarımıza tövsiyəniz nədir? Bəli, 2021-ci ildə verilmiş 1455 sayılı fərman bir çox baxımdan çox vacib bir dönüm nöqtəsidir. Birincisi, ölkəmizdə torpaq kadastr işinin tənzimlənməsi üçün önəmli imkanlar yaradırdı. Eyni zamanda da sosial tərəfi, yəni az təminatlı, az torpaqlı deməli, kənd əhalimizin, fermerlərin deməli, normal iqtisadi fəaliyyətə cəlb olunması üçün böyük imkanlar yaradırdı. 1990-cı illərdə aparılmış aqrar islahat zamanı deməli, torpaq sahələri sənədlərlə təmin edilməmiş vətəndaşlarımız var idi ki, bunlar aqrar islahatda müxtəlif səbəblərlə öz yerlərində olmadıqları üçün və ya kənddə müəyyən mübahisələr olduğu üçün, cəbhə bölgəsində olduğu üçün və s. səbəblərlə sənədlərlə təmin edilə bilməmişdi. Hal-hazırda 1455 sayılı fərman çərçivəsində 58.025 ailə pay torpaqları ilə bağlı tam çıxarışlarla təmin edildi və bugünə qədər dövlət haqqı olan 375.000 deməli, torpaq sahəsinə də dövlət reyestrindən çıxarışlar verildi, çıxarışlardan əvəzləndi. 1455 sayılı fərman xüsusilə fermerlərlə bağlı subsidiya alınması üçün 2025-ci ildən
etibarən bunun deməli ancaq çıxarışlar vasitəsilə olması nəzərdə tutuldu. Hal-hazırda bu fərman 2027-ci ilin yanvarın 1-nə qədər bu bənd uzadılmışdır. Yəni 2027-ci ilin yanvarın 1-nə qədər dövlət haqları ilə də subsidiyanın alınması davam ediləcək. Amma hər bir vətəndaş bugün dövlət qeydiyyat orqanına, asan xidmət mərkəzlərinə yaxınlaşaraq dövlət haqlarını çıxarışlarla və plan ölçülərlə dəyişdirərək yeni sənədlərini əldə edə bilərlər və xüsusilə də o 58 min ailə artıq demək olar ki 99% tamamlanıb bu proses, amma yenə də ölkədə olmadığı üçün, xaricdə olduğu üçün və digər səbəblərdən bu sənədi əldə etməmiş şəxslər varsa, mütləq müraciət edərək hər hansı bir dövlət rüsumu xidmət haqqı ödəmədən əvəzsiz olaraq öz çıxarışlarına təmin olunacaq. Və müraciət etməlidirlər əmlak məsələləri üzrə dövlət xidmətinin. Dövlət xidmətinin müvafiq ərazi üzrə qeydiyyat orqanına və ya asan xidmət mərkəzləri. Çox təşəkkür edirik. Minnətdarıq sizə. Sizinlə sağollaşırıq Rəşad müəllim. Hörmətli tamaşaçılar, İqtisadi Zona davam edir.